Çox qısa bir aradan sonra yeni studiyada Medlogos podkastımız yenə də efirdədir və hər zaman olduğu kimi mən sizinlə klinik psixoloq Ayda Şifan və hər dəfə də müxtəlif həkimlər, müxtəlif mövzularla sizin qarşınızda olacağıq və əminik ki, sizə bu şəkildə daha çox faydalı ola bilirik. Bu dəfə isə qonağımız uşaq və böyük nevroloqu İslamzadə Səriyə xanımdır. Hansı ki, bu sahədə illərdir peşəkar şəkildə fəaliyyət göstərir və pasientlərin çox sevimlisidir və bugünkü gün çox maraqlı bir mövzu ilə müraciət edəcəyik ona. Suallarımız çox maraqlı bir mövzu ətrafındadır. Məktəblilərdə DHB və onun əlamətləri və bugünkü gün DHB ilə bağlı necə yanaşmalar etməliyik, hansı korreksiya üsulları var, müalicədə hansı üsullar var və valideynlər nə etməlidir ki, həmin övladları məktəbdə daha uğurlu olsun. Səriyə xanım, xoş gəlmisiniz efirimizə. Çox sağ olun, təşəkkür edirəm. Sizi bugün studiyamızda görmək çox xoşdur. Çox sağ olun, təşəkkür edirəm dəvətiniz üçün. Çox sağ olun. Mövzumuz çox yaxşıdır və aktual mövzudur. Bəli. Deməli, məktəb dövründə olan diqqət əskikliyi, hiperaktiv pozuntu, biz bunu aktual olduğuna görə bugün istədik ki, toxunaq bu mövzuya. Bəli, bu mövzuya toxunaq. Ümumiyyətlə çox maraqlı bir mövzu seçmişik həqiqətən. Çünki test səhifəmizə və ya müraciətlərdə bu faktoru görürük. DHB ilə bağlı müxtəlif yanaşmaları, müxtəlif xarici ölkələrdə mütəxəssislərin rəylərini, fikirlərini və bu uşaqları əsasən iki kateqoriyaya ayırmaq olar və valideynlər bəzən deyir ki, mənim uşağım əslində aktiv deyil, niyəsə ona DHB diaqnozu qoyublar və bəzən də deyirlər ki, niyəsə mənim uşağımın diqqətində çox ciddi bir problem görmürəm, amma bu diaqnozu qoyublar və yaxud da ki, mənim övladım əslində aşırı çox aktivdir, amma ona DHB diaqnozu qoymayıblar. Bax, doktor, siz yəqin ki, tez-tez belə uşaqlara rastlaşırsınız və o diaqnozları da ilkin versiyada bildirirsiniz, fikirləri səsləndirirsiniz. Hansı əlamətlər gördükdə məhz bir həkim çox rahatlıqla deyir ki, bu uşaqda DHB var? Biz bilirik ki, diqqət əskikliyi, hiperaktiv pozuntu, bunu çox vaxt tənbəl kimi, tənbəl uşaq kimi və yaxud da sözə baxmayan uşaq kimi də qiymətləndirirlər və bizə çox vaxt o şəkildə gəlir xəstələrimiz. Amma biz deməli hansı əlamətlər görürük? İlk növbədə diqqətin əskikliyi, hiperaktivlik sindromu, yüksək hiperaktivlik və impulsivlik. Və bunların da başqa əlamətlər bunların içində nələrdir? Uşaq heç otura bilmir, yerində deməli dərsdə otura bilmir, unutqanlı olur, diqqəti tamamilə gedir və yaxud da ki, tez-tez fikrə dalır. Yəni buna çox diqqət olmaq lazımdır. Həm müəllimlər, həm də ki, evdə valideynlər çox diqqətli olmalıdır bu əlamətlərə. Eyni zamanda da bu uşaqlar çox vaxt o qədər hiperaktiv olurlar ki, sualı sona çatdırmamış cavab verirlər və yaxud da ki, tez-tez əşyalarını itirirlər, qələmini, kitabını, dəftərini. Bəli. Yəni bunlar, bu əlamətlər gördükdə belə mütləq müraciət eləməlidirlər. Uşaq nevroloqlarına, uşaq psixiatrlarına və psixoloqlara mütləq müraciət olunmalıdır. Bəli, doktor, çox maraqlı nüanslara toxundunuz. Məhz bu uşaqlarda valideynləri ilk ən çox maraqlandıran mövzu onların tez-tez getdiyi bağçada, məktəbdə şəxsi əşyalarını itirməsi və eyni zamanda da dərs prosesi zamanı və ya öyrənmə zamanı fikirlərinin pəncərədən kənara yayılması. Bu kimi əlamətlər həqiqətən bəzən valideyni uzun müddət düşündürür və valideyn düşünür ki, görürsən mənim övladımın problemi nədədir? Amma bugünkü gün övladına hiperaktiv diaqnozu qoyan valideynlər də var. Hansı ki, bəlkə də o uşaq hiperaktiv deyil, məhz aktiv uşaqdır. Belə bir hallarla da rastlaşırsınızmı və sizin üçün aktiv uşaq və hiperaktiv uşaq sərhədləri hardadır? Çox qəşəng bir sualdır və bunu biz belə deyək, var deməli aktiv uşaq, var hiperaktiv biz dediyimiz DHB sindromu ilə gələn uşaqlar.
Aktiv uşaqlar hansılardır? Bunlar həm aktivdirlər, həm də müəyyən mənada tənbəldirlər. Yəni ki, bu tənbəlliyin belə uşaqlar, məsələn, maraq dairələri, tutaq ki, hər hansı bir oyunu oynayırlar. Amma onların və həmin maraqlı oyuna da bunlar həvəssiz ola bilirlər. Amma DHB-lər maraqlı oyun zamanı bir saat müəyyən nəyəsə fokuslanırlar. Yəni bu nüanslar çox böyük rol oynayır bizdə və eyni zamanda belə uşaqlar görürsüz ki, məsələn, hər hansı bir işi eləməlidirlər, onu unudurlar. DHB-lərdə belədir, amma aktiv uşaqlarda özləri bilə-bilə eləmirlər onu. Bəli, bəli. Yəni bu nüanslar bizdə biz valideynə sual veririk və bizə çox önəmlidir bunların həm deməli məktəb gedişatları, həm də bizə önəmlidir evdə necədir bu özlərini aparması, məktəbdə də belədirmi, evdə də belədirmi? Əgər belədirsə və bizə anamnez tarixçəsinin çox böyük rolu var. Bəli, bəli doktor. Tamamilə sizlə razıyam və bu məqamda da çox dəyərli fikirlərinizə bir fikir artırmaq istəyirəm. Məsələn, aktiv uşaq bildiyimiz kimi otağa daxil oldu. Artıq o çox gözəl bilir ki, yaxın yarım saat ərzində heç nəyə toxunmaq olmaz, sakit dayanmalıdır. O hardasa evdə verilən komandalar o alt şuurunda və ya beynində aktivdir. Amma hiperaktiv uşaqların belə bir xüsusiyyəti var ki, onlar məkan və zaman dəyişikliyi kəsiyində eyni standart davranırlar. Və valideynləri də çaşdıran bu olur. Niyə görə? Çünki yarım saatdan sonra bu aktiv uşaq başlayanda aktiv hərəkətlər eləməyə, valideyn o hiperaktiv uşaqla bu aktiv uşağı qarışdırmağa başlayır. Bax, ona görə də düşünürəm ki, bugünkü gün yaxşı ki, siz həkimlər, dəyərli mütəxəssislərimiz bax belə çıxışlar eləyirsiniz, fikirlərinizi bildirirsiniz ki, nəinki bağça pedaqoqları, eyni zamanda da məktəb pedaqoqları belə bu uşaqların doğru, düzgün həm anamnezini ala bilir və eyni zamanda fikir səsləndirə bilir və valideynə bir yön verə bilir ki, məsələn, siz mütləq şəkildə nevroloqa getməlisiniz, çünki bu uşaqda filan əlamətlər müşahidə olunur. Daha bir sualım var. DHB məktəbdə bu uğurdur, bu çox çətindir, yoxsa bu böyük kəşfdir, yoxsa bu böyük istedaddır? Bax, bu kimdir? Uşaqların o DHB məktəblilərdə DHB-nin aşkar olunması bir ilk növbədə müəllimlərə yəni ki fayda verir, bəli. Müəllimlər bu uşaqlarda məsələn görəndə ki, hər hansı bir hiperaktivlik varsa və yaxud da ki, impulsivlik varsa, diqqət əskikliyi varsa, mütləq şəkildə valideynlərə xəbər verməlidir. Onların əksinə belə uşaqlar bəzi halda çox istedadlı uşaqlar olurlar. Yəni ki, bilirik də, yəni bu müəyyən istiqamət. Əgər bunları biz normal şəkildə nəzarətə götürəriksə, həm valideyn, bəli, həm valideyn, həm müəllim, həm mütəxəssislərə müraciət edərlərsə, onlardan həqiqətən də çox yaxşı yəni uşaq yetişdirmək, gələcək yetişdirmək mümkündür, bəli. Mümkün. Və çox gözəl vurğuladınız həqiqətən istedadla bağlı. Çünki bizə gələn DHB-li uşaqların doktor həqiqətən də beyninin çox dərinliyində çox möhtəşəm bir istedadı yatır. Hansı ki, bu uşaq bəlkə 1000 dairəsində vurmanı, çıxmanı, üstə gəlməni, püslüslamanı yaşıtlarına nisbətən 6-7 dəfə sürətli deyə bilir. Və yaxud da ki, bir DHB-nin zəkası 15 dəfə, 17 dəfə daha çoxdur, nəinki öz yaşıtlarına. Niyə görə? Çünki bəzən valideynlər düşünür ki, DHB-lidirsə, diqqət problemi varsa, zəkasında da problem var. Amma DHB-li uşaqlar məhz zəkalı uşaqlardır. İndi gəlin baxaq. Bu qədər zəkalı uşaqlar, amma bu qədər aktiv, hərəkətli uşaqlar eyni zamanda da davranış problemi ola bilir, yoxsa yox? Olur. Yəni davranış problemi sözsüz ki, olur. Bir şey də vurğulayım ki, burada əsas nüanslardan biridir. Davranış diqqət əskikliyi, davranış problemi olan uşaqların digər səbəbləri də ola bilər. Bu hansı ki, ekranların mavi ekranın olması, telefonla, planşetlə çox oynamaları, sonra yuxunun pis olması, gətirib bu hamısı diqqət əskikliyi, bu davranış problemlərinə gətirib çıxarır. Uşaq çox əsəbi olur.
Əgər gec yatırsa bu uşaq mütləq çox əsəbi, yəni ki, sinir sistemi narahat olur. Hətta oyanıqlıq vəziyyətə qədər, hiperaktivlik vəziyyətinə qədər gündüz saatlarında gəlib çıxa bilər. Biz də bilirik ki, yuxu pozuldusa melatonin sintezi azalır. Bəli. Bu da sözsüz ki, bu vəziyyətdə mütləq yəni gətirib çıxarır. Bəli, doktor. Belə bir fikrə diqqətinizi çatdırmaq istəyirəm. DHB-li uşağın müalicəsi və terapiyası. Müalicəsi nə zaman başlayır və nə ilə başlayır? Terapiyası nə zaman başlayır və necə getməlidir? Niyə bu iki sualı verirəm? Çünki bu mövcud mövzu ilə bağlı istər həkimlər arasında, istər psixoloqlar arasında çox fikir var. Və valideynlər bəzən doğrudan da çətinlik çəkir ki, kimə qulaq asmaq lazımdır, kim doğru deyir, kim daha düzgün istiqamət verir və hansı istiqamətdə daha çox getmək lazımdır ki, daha yüksək fayda görə bilək. Burada müalicə zamanı ilk növbədə deməli, tutaq ki, bizə müraciət elədi, uşaq nevroloquna və yaxud da uşaq psixiatrına müraciət elədi. Biz baxmalıyıq ki, bu uşağa doğrudanmı müalicə lazımdır, dərman müalicəsi lazımdır. Düzdür, bəzi hallarda yazılır dərman müalicəsi, hansı ki, bu uşağa lazımdır və artıq onun sinir sisteminə ziyan vurur. Bu DHB artıq bunun sinir sisteminə ziyan vurursa, biz o zaman hər hansı bir müalicə metodu seçirik, yəni dərman müalicə. Amma mütləqdir ki, davranış terapiyasına biz onu göndəririk. Mütləqdir və bunu da uşaq psixoloqları mütləq bu işlə məşğul olmalıdırlar və olurlar. Çox gözəl də nəticələrimiz olur bizim. Nə gözəl. Bəli, doktor, çox düzgün vurğuladınız və hiss edirəm ki, siz o qədər istiqamətləri düz və ardıcıllıqla bildirdiniz ki, və burada həkimlə yanaşı, nevroloqla yanaşı psixoloqun, uşaq psixoloqunun eyni zamanda davranış terapistinin üzərində çox ciddi bir addım düşür. Niyə görə? Çünki həmin terapist həm ailə ilə, həm uşaqla və eyni zamanda da həkimlə belə bəzi nüansları danışaraq üçlü, dördlü konteksti qurur və eyni zamanda da düzgün qərarlar çıxardır ki, harda nə etməlidir, harda hansı qaydalar tətbiq olunacaq və hansı qaydalar hansı ardıcıllıqla yerinə yetiriləcək. Bu bütövlükdə bir davranış terapiyası sistemidir və düşünürəm ki, bundan istifadə edərək biz daha kəskin, daha dəyişimci bir nəticələr əldə edə bilərik. Çünki hiperaktiv uşaqlarda davranış terapiyası çox kəskin dəyişiklik verir. Yəni birdən-birə diqqəti düzəlir uşağın psixoloqla çalışdığı zaman və paralel davranışı da dəyişirsə, bu səfər məktəbdən müsbət rəylər gəlməyə başlayır ki, filan uşaq rahat oturmağa başlayıb, artıq sakitdir, daha çox qulaq asır. Yəqin sizin də təcrübənizdə bu kimi hallar müşahidə olunur. Doktor, siz həkimlər necə? Məktəb pedaqoqu ilə, məsələn, sinif müəlliməsi ilə, fənn müəlliməsi ilə, sinif rəhbəri ilə necə əlaqə saxlayırsınızmı? Onlara yön verirsinizmi və ya onlar sizlə əlaqə saxlayırmı, istiqamət verirmi və ya bu funksiyanı valideyn icra edəndə nə qədər uğurlu olur? Bəli, çox qəşəng sualdır. Müəllimlər elə olur ki, uşağı gətirir valideyn və xahiş edir ki, müəlliməsi ilə də danışaq. Yəni biz ona sinifdə tutaq ki, 4 il, 5 il dərs deyən müəllimələr artıq bilirlər ki, necədir bu uşaq və nədir bunun problemi. Ola bilər ki, biz nəzərimizdə nəsə bir yayınsın, biz onu görməyək, amma onu müəllimə daha yaxşı bilir və yaxud da evdə valideyn ki, bilir ki, necədir. Çox zaman valideyn heç özü onu izah edə bilmir. Hətta müəllimə bizi ilə əlaqə saxlayır, danışır və onun hansı hərəkətləri etdiyini bizə izah edir. Və biz də o istiqamətdə plan hazırlayırıq və valideynə başa salırıq. Əgər valideyn həqiqətən diqqətli valideyndirsə, çox uğurlarımız olur. Əlbəttə, doktor, çox doğru bir istiqamətə vurğuladınız və məlumat üçün deyim və eyni zamanda da sualım olacaq sizə. DHB-li uşaqlarla biz daha çox MOXO testini ilkin versiyada aparırıq. Çünki MOXO həm davranışları ilə bağlı hərəkətliliyi, impulsivliyi və diqqətin səviyyəsi ilə bağlı bizə kifayət qədər məlumat verir. Həmin o testləri bizdən
həkimlər də çox tez-tez istəyir və ona əsasən də nəticələri yaza bilirlər və ya rəylər verə bilirlər və ya müalicəni davam elətdirə bilirlər. Siz necə, yəni bu kimi testlərdən istifadə edib müalicə prosesini bu cür qurursunuzmu və yaxud da ki müəyyən testlərin nəticələrinin yüksək çıxması sizdə müalicə ilə bağlı fikirləri dəyişdirirmi? Yeni bir rəylər yaradırmı? Yeni bir fikir olurmu? Bax bunları sizdən soruşmaq istəyərdim. Yəni bugünkü gün istir MOXO testi, istir digər diqqət testləri, zəka testləri, davranışla bağlı olan testlər, psixoloji testlər nə qədər sizə faydalı və yararlı ola bilir? Bəli, müəyyən hissədə, bəli, düz deyirsiniz. Müəyyən biz onu aşkarlamaq üçün müəyyən effekt verir bizə zəka testləri, amma mən yəni nevroloq olaraq bunu çox vaxt psixoloqların öhdəsinə buraxıram. Yəni güvənirsiniz. Bəli, güvənirəm və göndərirəm və effektim də həqiqətən görürəm ki, onlar daha dəqiq onunla məşğul olurlar və bizim də boynumuza düşən yüklə bərabər biz o hansı nəzarət etmək lazımdır, dərman müalicəsini demək və yaxud da ki, uşağın hansı nevroloji dəyərləndirilməsini onunla bir yerdə eləyəndə daha yaxşı effekt alırıq. Nə gözəl. Mən də sizlə eyni həmfikirəm. Çünki ümumiyyətlə həkimlə uşaq psixoloqunun və ailənin üçlü tandemi olmayacaqsa, biz DHB-də yüksək nəticə əldə etmemiz mümkünsüz məsələdir. Və eyni zamanda da prosesə əgər bağçadan pedaqoq, məktəbdən pedaqoq qoşularsa, düşünürəm ki, bu bir neçə qat artıq bizə fayda verə bilir. Bəs doktor, belə bir sual verim sizə. İndi hal-hazırda bir sıra xarici ölkələrdə, xüsusilə Almaniyada, İsrail modelində biz belə bir faktor müşahidə edirik ki, uşaqların qidalanma sisteminə müəyyən müdaxilələrin edilməsi, hər hansı bir qidaların çıxarılması, qida əlavələrinin əlavə olunması, həyat sisteminin beləcə qaydaya salınması, hərəkətliyin artırılması, məsələn Life Kinetic modeli var, onun istifadə olunması və yaxud da ki, neuropedaqoji ontogenez proqramı var. Bunların istifadəsi çox ciddi tövsiyə olunur. Bax, bunlarla bağlı nə düşünürsünüz? Bunlar nə qədər faydalıdır? Bunlar demək olar ki, belə uşaqlarda və bir çox nevroloji bizim deməli başqa bir xəstələrimiz olur ki, həmin bunu biz onlara tətbiq eləyirik. Həm qidalanması mütləq diqqət olunmalıdır belə uşaqlarda. Yüksək karbohidratlardan çəkinməlidirlər və lazım olmayan bu qidalardan mütləqdir ki, onların çəkinməsi vacibdir. Və eyni zamanda da yuxu problemlərinin, bax, yuxunun normala salınması belə uşaqlar üçün daha vacibdir. Çox vacibdir, bəli. Eyni zamanda da dediyiniz o əsas da diyeta, demirik ki, biz uşağı diyetaya sala bilmərik. Sadəcə qidalanma strukturu, qidalanma ardıcılığı, bəli. Qidalanma ardıcılığını biz onlara başa salırıq və eyni zamanda da mütləq valideyn də bunu diqqət eləməlidir. Hansı valideyn ki, diqqət eləyir, biz onlardan daha çox effekt alırıq. Niyə görə bu fikri səsləndirirəm? Çünki mənim təcrübəmdə artıq 10 yaşına keçmiş DHB-lər də var ki, hansı ki orada çox yaxşı professional həkim də işləyibdi, mütəxəssislər də çalışıbdı. Amma məhz doktor həyat şəraitinin dəyişilməsi, yuxunun axşam saat 22:00-dan sonra düzənə salınması, qidalanmanın sistemləşdirilməsi, bəzi qidaların rasiondan çıxarılması, Life Kinetic modeli və yaxud da ontogenez proqramının tətbiqi çox ciddi nəticə veribdir. Bunu deyərək qətiyyən mütəxəssisləri, yəni belə desək, kölgə altına qoymaq istəmirəm. Qəti. Çünki mütəxəssislər istir həkim, istir psixoloq, istir psixiatr ən yüksəyini veribdir. Amma bəzən doğrudan da şərtlər o qədər xırda görünsə də böyük bir rol oynayır ki, çox böyük rol oynayır və burada ilk növbədə də yenə mən keçən dəfə də bir çıxışımda mən dedim, burada telefona diqqət eləməlidir valideynlər, müəyyən saatlarla mütləq verilməlidir. Planşetlərdir, mavi ekran qarşısında çox durmaqdır. Yəni bunlara çox diqqət eləməlidirlər. Eyni zamanda dediyimiz kimi yuxunun rejimə salınması, vaxtında yatmaq, normal qidaların qidalanması belə uşaqların müalicəsində demək olar ki, çox önəm daşıyan birinci hissədir.
Çox təşəkkür edirəm sizə Səriyə xanım. Həqiqətən bu gün gəldiniz və bizlə çox faydalı biliklərinizi paylaşdınız. Və əminəm ki, necə ki mənim üçün, eyni zamanda da bütün izləyicilərimiz üçün bu gün həqiqətən yadda qalan informasiyalar verdiniz. Bu gün yenə də daha bir efirimizin sonuna gəldik və əminəm ki, bu gün verilən məsləhətlər, bu gün açdığımız mövzu həm sizin, həm övladlarınızın həyatı üçün faydalı olacaq. Növbəti verilişimizdə görüşənədək.